Salam, hər vaxtınız xeyir. Bugün biz yeni test toplusu 9-cu sinif adi və onun kəsrlər mövzusunun tək sualların izahına baxacağıq. Başlayaq birinci sualdan. Deyir, onda 7 kəsrinin surət və məxrəcindən hansı ədədə çıxdıqda, hansı ədəd bilmirəm. Eyni bir ədədə çıxdıqda üstə 2 kəsri alınır. Mən götürürəm bu çarpaz vururam. Çarpaz şəkildə vururam. Çarpaz vursam olacaq 3 vurulsun 7 çıxılsın x bərabərdir. 2 vurulsun 10 çıxılsın x. Mənə verəcək 21 çıxılsın 3x bərabərdir. 20 çıxılsın 2x. Biz bilirik də, çünki vurmanın polinomiyal xassəsinə əsasən 2-ni 10-a 2-ni x-ə vuranda olacaq 20 çıxılsın 2x və 21 çıxılsın 3x. Və mən bilirəm ki, mənfi 3x oturub yerində, mənfi 2x gəlir sola, olacaq müsbət 2x. 20 oturub yerində, 21 müsbətdir. Sağa gəlsə olacaq mənfi 21. Bu da mənə verəcək mənfi x bərabərdir mənfi 1, x də bərabərdir 1. Deməli, biz bir ədədini əlavə etsək, bizim kəsirimiz olacaq üstə 2. Keçirəm 3-cü suala. X-in hansı natural qiymətlərində x böl kəsiri düzgün, x böl 5 isə düzgün olmayandır. Bunun düzgün olması üçün x olmalıdır 8-də 1, 8-də 2, 8-də 3, 8-də 4, 8-də 5, 8-də 6 və 8-də 7. Bunun düzgün olmayan olması üçün 5-dən böyük olmalıdır. Yəni 5-də 5 ola bilər, 5-də 6 ola bilər, 5-də 7 ola bilər, 5-də 8 ola bilər, 5-də 9 və s. sonsuza qədər. Mən də baxıram ki, bunu düzəldək. Mən də baxıram ki, deməli, x-lərim ortaq nə oldu? 5, 6, 7. Deməli, x-in 5, 6, 7 deməli, ədədlərində bu ifadəmiz düzgün, bu ifadəmiz isə düzgün olmayan kəsir olacaq. Keçirəm indi 5-ci suala. Deyir, 6a2 bölünsün 6, 3, 2. Deyir, A-nın hansı yerində düzgün kəsir olacaq? Deməli, düzgün kəsir olması üçün 632 də ola bilər, 602 ola bilər, 612 ola bilər, 622 ola bilər, amma 632 və böyük ola bilməz. Deməli, yerində ola bilər 0, 1, 2, A-nın yerində ola bilər. Cavab olacaq D variantı. Keçirəm 7-ci suala. Deyir ki, x-in hansı ən kiçik natural qiymətində 5x çıxılsın 4 böl 17 düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir olması üçün surət böyük və yaxud bərabər ola bilər 17-yə. Onda 4-ü apararam sağa, olacaq müsbət. 5x deməli böyükdür 21-dən. Bu da olacaq 21 də 5-ə böləndə olacaq 4,5-də 1. Deməli 1 ala bilər, 2 ala bilər, 3 ala bilər, 4 ala bilər. Çünki ədəd oxunda 4,5-də 1-ə qədər bu 4 ədəd, natural ədəd var. 3 və 4. Deyir, hansı ən kiçik natural qiymətdə? Cavab 1. Cavab D variantı. Keçdim 9-cu suala. 8 saat sutka. Uşaqlar, 1 sutka 24 saatdır. 8 saat da 1 sutkanın, yəni 24 saatın əlbəttə ki 3də 1 hissəsi cavab D variantı. Keçdim 11-ci suala. 42 ədədinin 7-də 6 hissəsini tapın. İxtisar edirəm 7 ilə 6. Deməli 7-yi 7-yə bölürəm 1. 42-ni 7-yə bölürəm 6. Bilirsiniz ki, 42-nin məxrəcində 1 var yazılmır. 6 vur 6 cavab eləyəcək 30. 6 yəni cavab D variantı. Keçirəm 13-cü suala. Deyir, turist bütün yol budur. Deyir, 7-də 4 hissəsini getdi. Fərz edək ki, bu 7-də 4 hissəsidir. Yolun hansı hissəsi gedilməmiş qaldı? Əlbəttə ki, yol ümumilikdə x idi. X-dən də çıxaram 7-də 4x. Bilirsiniz, bu 1 deməkdir. Yəni 7-də 7x çıxılsın 7-də 4x. Bu da bərabər olacaq 7-də 3x-ə. Yəni cavabımız olacaq 7-də 3x. Yəni A variantı. Keçirəm 15-ci suala. Budağı 12 quş qonmuşdur. Onların 3də 2-si 12 quşdan 3də 2-si, yəni ixtisar etsək 8-i uçub. 8 neçəsi qalıb? 4 dənəsi qalıb, düzdür?
Deyir, neçə quş uçub getdi? Bizin uçağını soruşur. Cavab 8D variantı. Keçirəm 17-ci suala. Deyir, 154 bölünsün 11 düzgün olmayan kəsrinin tam hissəsini tapın. Birinci, əlbəttə ki, mən 154-ü böləcəm 11-ə bir dəfə 14. Deməli, 154-ü 11-ə böləndə cavab olacaq 14. Deyir, düzgün olmayan kəsrinin tam hissəsini. Tam hissəsi əlbəttə ki, cavab nə olacaq? D variantı. 19-cu sual. 48 ədədinin 8-də 7 hissəsini tapın. Yenə 48 8-ə böləcəm. Eləcək 6. 6 dəfə 7 42. Yəni cavabımız olacaq B variantı. 21-ci suala baxıram. 0,2 6 üstəgəlsin 5də 1. Əlbəttə ki, mən bilirəm ki, mötərizənin içərisindəki rəqəmlərin sayı qədər 9, vergül və mötərizə arasındakı rəqəmlərin sayı qədər 0 yazılır. 26 çıx 2. Bu da mənə verəcək 90-da 20, 4 plus 5də 1. Mən də bu hər tərəfi 2-yə bölsəm, olacaq 45-də 12. Hətta 45-i yox, 6-ya bölmək olar. 6-ya bölsəm 4, 90-ı da 6-ya bölsəm 15. Deməli, 15-də 4 üstəgəlsin 5də 1 bərabərdir. Ortaq məxrac gətirmək üçün nə etməliyəm uşaqlar? Ortaq məxrac gətirmək üçün 5-i nəyə vuraram? 3-ə vuraram. Olacaq 15-də 3. Bu da mənə nə verəcək? Verəcək 15-də 7, yəni cavab olacaq Y variantı. Keçirəm 23-cü sualı. 2 tam 16-da 5 bölünsün. Mənfi 8-də 3 plus 16-da 7 bərabərdir. Yenə uşaqlar, mən nə etməliyəm? Ortaq məxrac gətirməliyəm. Bu da çevirəm düzgün olmayan kəsrə. 16 2-yə vurub üzərinə gəlirəm. 5 gəlirəm. Bölünsün. Bu verəcək mənə 16-da 6. Mənfi 16-da 6 plus 16-da 7. Uşaqlar, əlbəttə ki, burada mənfi 6 plus 7 kimi baxsam, bu olacaq 16-da 1. Bölünsün 16-da 1. Bu da olacaq 37 böl 16 vurulsun, 16 bölünsün 1. Niyə? Çünki böləndə ikinci tərəf, yəni bu tərəf tərsinə dönür. Bu da cavab olacaq 37. 23-cü sualda cavab Y variantı. Keçirəm 25-ci suala. Deyir ki, 2 çıxılsın, 1,16 bölünsün 2, bölünsün 1,5-də 4 bölünsün 2,4-də 1. Uşaqlar, 2 çıxılsın, 1,16 2-yə böləndə əlbəttə ki, neçə yiyəcək? 0,8. Bu da düzgün olmayan kəsrə çevirsəm, olacaq 4-də 9. Mən də götürürəm. 2-dən 0,8 çıxan neçə yer uşaqlar? Baxın, 2 tam çıxılsın 0,8. Bu yer 2, bu da yer 1,2. 1,2. 5-də 9-u da 4 9-a böləndə yerlər dəyişir. Bundan bu gedir. Cavab olacaq nə? 5-də 4. 5-də 4. Bu da nə deməkdir? 1,2 bölünsün. 5-də 4. İkinci tərəf nə etməlidir? Dəyişməlidir. Bu da kəsr şəklində yazıram ki, ixtisar gedə bilsin. 3. Bundan bu gedir. Cavab 2. Yəni 3 2-yə bölündə cavab neçə yiyəcək? 1,5. 27-ci suala baxaq. Deyir ki, 4,4-də 3 çıx 3,75. Bölünsün 7,3-də 1, bölünsün 1,9-da 2 vurulsun 6. Mən birinci götürürəm. Yəni kəsrə çevirək. Çünki məxrəc də kəsirdir. Olacaq 4,4-də 3 çıxılsın 3,75. İxtisar etsəm qalacaq 3,25-ə bölsəm 4-də 3 qalacaq. Çıxılsın 3,4-də 3. Mən də bunları bölmə olduğuna görə çevirəm düzgün olmayan kəsrə. 3-də 22 vurulsun. Yaxşı yazaq bölünsün 9-da 11. Vurulsun 6 bərabərdir. Yuxarı mənə verəcək. Kəsr hissələr eyni olduğuna görə yuxarı 1 verəcək. Burada isə 22 böl 3 vurulsun. Bilirik ki, böləndə birinci hissə olduğu kimi qalır. İkinci hissə tərsinə çevrilir. 22 ilə 11 ixtisar olunur. Burada 1 qalır. Burada 2, 3-dən 9, burada 3 vurulsun 6 bərabərdir. Mərkəzdə qalır 1 bölünsün 6 vur 6. Çünki 2-ni 3-ə vuranda 6 eləyəcək. 6-lar gedəcək, cavab olacaq nə? Cavab 1. Cavab B variantı. Keçirəm 29-cu suala. Deyir ki, 40 böl 25
Üstə gəlsin 1,8 bölünsün, +6. 1 çıxılsın 4-də 3 bərabərdir. Mən 40-ı 25-ə bölürəm. 40-ı 25-ə böləndə bir dəfə 15 elədi. 15 bölünmür. Vergül atıram, bu bir dənə 0 atıram. 6 dəfə. Deməli 1,6 elədi. 1,6 üstə gəlsin. İndi isə 1,8-i bölürəm 3,6-ya. Hər tərəfi 10-a vursam olacaq 18 bölünsün 36. Bölünmür. 0 tam əlavə edirəm. Vergül qoyuram. 136-ya böləndə eləyəcək 5 dəfə. Bu elədi 0,5. 1 çıxılsın 4-də 3 deməkdir. Mən bu necə yazaram? Yazaram 4-də 4 çıxılsın 4-də 3. Yuxarı mənə verdi 2,1. Aşağı mənə verdi 4-də 1. 2,1-i 4-də 1-ə böləndə əlbəttə ki 4 qalxır yuxarı, 1 düşür aşağı. Bu da olacaq 8,4. Yəni cavab olacaq 29-da A variantı. 31-ci sual. Deyir ki 0, 1, 26 sonsuz dövr onluq kəsirini adi şəkildə yaz. Mən də bilirəm ki mütərizənin içindəkilər qədər 9, vergüllə mütərizə arasındakı rəqəmlərin sayı qədər 0 yazıram. 126 çıx 1. 125 bölünsün 990. 5-i də böləndə olacaq 25. 5-i də böləndə olacaq 40. Üzr istəyirəm. Deməli 1, 49 ilə 9, 40, 198. Yəni 198 25 cavab D variantı. 33-cü suala baxaq. Deyir ki, A bərabərdir 8, dövrdə 74, B bərabərdir 8,74. Və mən də bilirəm ki, bu 8, 74, 74 təkrarlanır. Baxın. Amma mötərizəsi olubsa, deməli 74-dən sonra nə gəlib? Sıfırlar gəlib. Sizcə hansı böyükdür? Əlbəttə ki, A böyükdür B-dən. Çünki burada 74-ə qədər eynidir. Burada 7 gəlib artıq. Əlbəttə ki, A böyükdür B-dən. Cavab olacaq A variantı. 35-ci sual. Deyir ki, 15-də 13, 28-də 15. Sonlu onluq kəsir nədir? Sonlu onluq kəsir odur ki, məxrəci vurğuları arasında ancaq 2-5 olmalıdır. Ya 2, ya 5, ya da yalnız 2, yalnız 5. Fərqi yoxdur. Amma birinci mütləq ixtisar edib tapacağım. Baxıram, ixtisarım varmı? Heç birində ixtisar yoxdur. Aha, yoxdursa baxıram, bunun vurğuları nədir? 3, 5. Deməli, bu sonluq kəsir deyil. Vurğuları nədir? 2, 2, 7. Deməli, bu da sonluq kəsir deyil. Vurğuları nədir? 2 vur, 2 vur, 2 vur, 2 vur, 3. Bu da 3 var axı, olmaz. Yalnız 2, 5 olmalıdır. 5 vur, 5 vur, 5. Deməli, bu sonluq kəsirdir. 2 vur, deməli, 3 vur, 3 vur, 3. Üstlər olduğuna görə bu da sonluq kəsir deyil. Cavab oldu 125-də 16. Cavab D variantı. 37-ci sual. Deyir ki, azalma sırasını göstərin. A 22-də 13-dür. B 55-də 13-dür. C 10-da 3-dür. Gəlin biz sıra ilə müqayisə edək. Necə müqayisə edək? Ortaq məxrəz də gətirə bilərik. Əslində ortaq məxrəz daha sərfəli olar. 110 olacaq yəqin ki. Bu 5-ə vuraram. 5-ə vuranda bu olacaq 110 da 65. Bunu 2-yə vuraram, olacaq 110-da 26. Bu da 11-ə vuraram, olacaq 110-da 33. Məxrəzlər bərabərdirsə, surəti böyük olan böyükdür. Bizə deyir, azalma sırasını göstər. Bəli, A, C, B. Yəni cavab C variantı. 39-cu suala baxırıq. Deyir ki, 3 tam 2-də 1 vurulsun, 1 tam 3-də 1 vurulsun, 4 tam 7-də 5. Hamısını əlbəttə ki, düzgün olmayan kəsir çevirirəm. 3-ü 2-yə vurub üzərinə 1 gələrəm. Burada da həmçinin, burada da həmçinin 33. 2 ilə 4 gedir, burada 2 qalır. 3 ilə bu gedir. Olacaq 66 bölünsün 7. Yəni 9 tam 7-də 3. Mən nə səhv etdim? Burada mən səhv etmişəm. 3-ü 2-yə vurub 6 üzərində 1 gəndə 7 eləyir. Burada səhv etmişəm. Necə eləyəcəyi? Yəni 7 ilə 7 gedir. Baxın, 7 ilə 7 gedir. 2 ilə 4 gedir. Burada 2 qalır. Bununla da 3 ilə də 33 gedir. Qalır 11. 11 də 2-yə vuran cavab necə eləyəcək? 22 cavab C variantı. 41-ci sual. Ən böyüyünü göstərin. Yenə məxrəzlər 8 eləmək olar da. 8-də 2, 8-də 6 yazdım. 4-də 1 ilə 4-də 3-ü gördüyünüz kimi. Sonra gəlir 8-də 1, 8-də 3, 8-də 5.
Məxəzlər bərabərdir. Ən böyüyü 8-də 6, yəni 4-də 3-ü göstərir. Cavab D variantı. 43-cü sual. Deyir ki, 9 tam 10-da 4 vurulsun, 14 tam 10-da 3 çıxılsın, 9 tam 14 vur, 4 tam 10-da 3. Görürsünüz ki, burada 9 tam 14-lər bərabərdir. Vurmanın polinomiyal xassəsinə görə 9 tam 14-ü çıxaracaq mötərizənin xaricinə, qalacaq 14 tam 10-da 3 çıx, 4-də 3. Baxın, 4-də 3. 4 tam 10-da 3. Bu da bizə verəcək 9 tam 14 vur 10. Yəni cavab olacaq nə? 94Y variantı. 45-ci sual. 0 tam 10-da 6-nı hansı ədədə böldükdə 25-də 21 alınır? Yəni 10-da 6-nı hansı ədədə böləndə 1 böl x bölmə olduğuna görə x tərsinə oldu. Bərabərdir 25-də 21. Gəlin çarpaz vuraq. Necə çarpaz vuraq? Gəlin x-i 10 vur x-i 21-in yanına aparaq. 25 aparaq 6-ın yanına. Olacaq 10 vur x vur 21 bərabərdir 25 vurulsun 6. X də bərabər. Mən heç vaxt vurmuram. İxtisar var da. İxtisar eləyəcəm, cavab alınacaq. 21 ilə də 10 apardım. 25 vur 6-nın məxrəcinə. İxtisar edirəm. 10 ilə 25-i böləndə burada 2 qalır, burada 5 qalır. 6 ilə 2 gedir, burada 3 qalır. 3 ilə 20 gedir, 7 qalır. Cavab oldu 7-də 5. Cavab B variantı. Keçirəm 47-ci suala. Deyir ki, 0,9-dan hansı ədədi çıxdıqda 3-də 2 alınır? Onda yazaram mənfi x bərabərdir 3-də 2. 19 yazıram, elə 19. Müsbətdir, sağa keçdi, oldu mənfi. Bu da olduğu kimi qaldı. Mənfi x bərabərdir 30-da. 10-a vuraram. Ortaq məxəz gəlsin deyə 3-ə vuraram. Olacaq 20 çıxılsın 27. Mənfi x bərabərdir 30-da. Mənfi 7, x də bərabərdir müsbət 30-da 7. Yəni cavab olacaq B variantı. 49-cu suala baxıram. Deyir ki, ədədin 3-də 1 hissəsinin üzərinə 2 əlavə edəndə özü alınır. X alınır. Əla. Onda yazaram ki, nə yazaram? Deməli, yazaram 3-də 1 x deməli. Üstə gəl 2 bərabərdir x-isə, gəlin bunu aparaq bu tərəfə. Olacaq çıx 3-də 1 x. Bu da buradan silirəm. Axı müsbətdir. Sağa keçəndə nə oldu? Oldu mənfi. Düzdürmü? 2 bərabərdir. Bilirsiniz ki, bunun da əmsalı 1-dir. 1 olduğuna görə nə olacaq? 3-də 3x çıxılsın 3-də 1x. 2 də bərabərdir 3-də 2x. 2-lər getdi. X deməli, x bölü 3 bərabərdir 1. X də bərabərdir 3. Təkrar deyək. Başqa cür bir necə baxa bilərsiniz. Bu 3-də 1x-dir. Bu da 3-də 3x-dir. 3-də 1-in üzərindən nə gəlsən 3-də 3 eləyər. Əlbəttə ki, 3-də 2x gəlsən. 3-də 2x bərabərdir 2x də bərabərdir 2-ni 3-ə vurub 2-yə bölərəm. Başqa cür belə deyirəm. 2-lər getdi, x də bərabərdir 3-ə. Deməli, cavabımız nə olub? 3. Cavab Y variantı. Keçdim 51-ci suala. Deyir, 3-də 1 və 4-də 1 hissələrinin cəmi 7 olan. Olacaq 12-də 7x bərabərdir 7. 7-lər getdi. Şolar, bərabərdə o zaman sürətlə qısa gedir ki, ortada bərabərdir işarəsi var və vurmadı. Başqa cür, əgər çaşırsınızsa, elə çarpaz vurun, cavab alınacaq. X bərabərdir 12. Məndən nəyə soruşurdu? Elə bu ədədi soruşur. Cavab D variantı. 53-cü sual. Ədədlərdən ən böyüyü hansıdır? Alt-alta yazın. Baxın, bir misallarda çaşmamaq üçün alt-alta yazın. 802, 782, baxın, 78, 02, 78, 22. İndi baxın. Bax. Bizə nə soruşur? Ən böyüyü. Ən böyüyü soruşursa, onda bu 7-ləri çıxdıq. Ən böyük bu ola bilər də, 8-lər ola bilər. Sonra keçirəm ikincisi. 2 böyükdə 0, əlbəttə ki 2. Cavab 0,82. Cavab C variantı. 55-ci suala baxıram. Deyir ki, 27,82 ilə 30,7 arasında neçə natural ədəd var? Bu buradadır, bu buradadır deyək. 27-dən sonra nə gəlir uşaqlar? 28, 29, 30. 30-dan sonra da 30,7. Deməli, 3 dənə ədəd var. Cavab A variantı. 56-cı sual, 57-ci suala baxıram. 57. Deyir ki, 4 tam 10 mində 5045 bölünsün 0 tam %45 plus 29 tam %99.
Uşaqlar, mən belə misallarda ya çaşırsınızsa adi kəsrə çevirin, ya da iki cür yolda deyəcəm. Bu 10.000-dir, bu da 100-dür. Başqa cür bir necə edə bilərsiniz? Ən rahatı. Çalışıram sizə rahat olsun. Baxın, burada vergüldən sonra bu 4 dənə ədəd var, burada 2 dənə var. Bu 4 dənə tamamında yanına 2 dənə sıfır artırarsınız, düzdürmü? Bitdi. Yəni deməli 45.000 45 bölünsün 4.500. Vergülləri də atırsınız. Tamamlayırsınız. 4 dənə rəqəmsə bu 4 rəqəmə tamamlayıb çatmırsa sıfır artırıram. Vergülləri atırsınız. Mən də bunları ixtisar eləyəndə 45-ə böləndə bu da olacaq deməli 45-ə böləndə olacaq nə? Deməli 101. Düzdürmü? Deməli olacaq bu 1001. 1001 bölünsün 4000 45-ə bölmüşəm axı olacaq 1001 bölünsün 100. Burada eləyəcək 10 tam %1 və 10 tam %1 üstə gəlsin 29 tam 99. Bu da mənə nə verəcək uşaqlar? 40 verəcək. 40 verəcək mənə. Cavab olacaq 40. Yəni cavabımız olacaq C variantı. Ay müəllim, başqa cür necə ilə kəsrə çevir? Yaz 4 tam 10.000-də deməli bölünsün %45. Bu da olacaq nə? Olacaq 10.000-də deməli 45.045 vurulsun 45-də 100. 100 getdi, 45 ilə bu getdi, yenə qaldı cavab 1001. Bu da rədd elə, yenə 10 tam %1. Belə də yaza bilərsiniz. 59-cu sual. Deyir ki 59-da 0, 72, 72 sonsuz adi kəsrə çevir. Deməli 72 təkrarlanıb. Onda nə olacaq cavab? 99-da 72. 9-u da bölsək cavab 11-də 8. Yəni cavab D variantı. Keçirəm 61-ci suala. 136 tam 242. 136 tam ulduz 42. Deyir ki, bərabərsizlik doğru olsun. Hansı rəqəm olmalıdır? Deməli 42, 40. Deməli burada 2-dən necə olmalıdır? Kiçik olmalıdır. Çünki bu 2 böyük göstərir baxı. 2-dən kiçik nə var? 2-dən kiçik 1 var və 0 var. 0 və ya 1 ola bilər. Ki, şərt ödənsin. Çünki 2-dən böyük ədəd ola bilməz axı. Böyük olsun da böyük olardı. 63. Ədədlərindən neçəsi düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsir nədir? Düzgün olmayan kəsirin, məsələn, 7-də 11 və yaxud 7-də 7. Bu düzgün olmayandır. Baxıram, məxrəc surətdən kiçik olmalıdır və bərabər ola bilər. Deməli, 12-də 12 cavabımızdır. Çünki bərabərdir, ödənir. Sonra bir də 50-də 137 ödənir, çünki surət böyükdür. Sonra bir də baxıram ki, 223-də 223 yenə bərabərdir. 3 dənə. Düzgün olmayan kəsir 3 dənə cavab olacaq Y variantı. Sonra keçirəm 65-ci suala. Deyir 11 vur 45 bölünsün 75 vur 121. 11 ilə 121 gedir, burada qalır 11. 75 ilə 45 ixtisar gedir 15-ə, burada qalır 3, burada qalır 5. Oldu 5 vur 11, yuxarıda oldu 1 vur 3. Yəni 55-də 3. Cavab Y variantı. 67-ci sual. Meyvə bağındakı ağacların 12-də 5 hissəsi alma. Deməli, 12-də 5 hissəsi almadır. Deyir ki, 12-də 1 hissəsi armud ağacıdır. Armud ağacıdır. Deyir ki, digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil edir? 12-də 5 ilə 12-də 1-in cəmi neçə yer uşaqlar? 12-də 6 eləyir də, düzdür? Yerdə nə qədər meyvə ağacı qalıb? 12-də 12-dən 12-də 6 çıxsaq neçə eləyəcək? 12-də 6x meyvə ağacı qalıb. 12-də 6 hissəsini təşkil edir. Yəni, ixtisar gedəndə cavab 2-də 1. Yəni, yarısını təşkil edir. Cavab C variantı. Sonra, indi isə keçirik 69-cu suala. Birinci hovuzun 16-da 7 hissəsini, birinci hovuz 16-da 7 hissəsini, ikinci isə 16-da 5 hissəsini su ilə doldurdu. Hovuzun hansı hissəsi boş qaldı? Toplayaram. Olacaq, toplayan nə olacaq? Olacaq 16-da 12x. 16-da 12x deməli nə edib? Dolub. Nə qədər qalıb soruşur. Onda x-dən çıxaram 16-da 12-ni, yəni 16-da 16-dan çıxaram 16-da 12-ni.
Bu da eləcək 16-da 4x-i boş qalıb. Yəni ixtisas geçsəm cavab olacaq 4də 1 hissəsi, cavab C variantı. 71-ci suala baxıram. Qızın 12 yaşı var. Onun yaşı anasının yaşının 8 hissəsinə bərabərdir. Qızın 12 yaşı var. Qızın yaşı anasının yaşını bilmirəm. Bax, anasının yaşının 8 hissəsi qızın yaşına bərabərdir. Onda x də bərabərdir. 12 8-ə vurub 3-ə bölərəm. Bu deyir 32. Deməli, anası neçə yaşı var? 32 yaşı var. Cavab B variantı. 73-cü sual. Deyir, məxrəci 19 olan ən böyük düzgün kəsir ilə ən kiçik düzgün kəsir. Ən böyük düzgün kəsir 19-da 18-dir. Ən kiçik düzgün kəsir 19-da 11-dir. Bu da olacaq 19-da 17. Cavab C variantı. 75-ci sual. Deyir, 45-də 16 kəsirini sonsuz dövrü onluq kəsir şəklində göstər. 16 45-ə bölərəm, bölmək olmur, 0 artıraram. Düşür, neçə dəfə düşür? Düşür 3 dəfə. 3 dəfə düşsə 5 yazıram, 135. Bu dərədə mənə nə? 25. Yenə bölünmür. 0 artırıram, vergüldən sonra 0 artıra bilərəm. 250 45-ə bölürəm. Eləyəcək, deməli, 7 dəfə olmur. 6 dəfə olsa, 6 dəfə də olmur. 5 dəfə. 5 dəfə düşsə olacaq 225. Yenə 25 qaldı. Yenə 0, yenə 5. Görürsünüz? 5 təkrarlandı. Deməli, nə oldu? 0, 100, 5 təkrarlandı. 5 mötərizədə. Deməli, bizim cavabımız oldu. Cavab Y variantı. 77-ci suala baxırıq. A-nın hansı natural qiymətində düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsir olması üçün 4 böyük və yaxud bərabər olmalıdır. A plus 2-dən. Gəlin yerlərini dəyişək ki, yaxşı həll eləyə bilək. 2-ni apararam sağ tərəfə. Deməli, A 2-dən kiçik olmalıdır. Deməli, A 1 və 2 ola bilər. Cavab B variantı. 79-cu suala baxıram. Deyir ki, ədədlərdən ən böyük hansıdır? Çünki biz 77-ci suala bir dənə qaydayıq. Orada bizdən düzgün olmayan soruşur. Düzgün olmayan soruşursa, surət böyük olmalıdır və yaxud bərabər də ola bilər. Ona görə belə götürmüşəm. 79-da deyir ki, ən böyük hansıdır? Yenə nə edəcəm? 6-6 yazacam. 703 693 67 0 732. Yenə sıfırlar bərabərdir. Baxıram, mənə nəyə soruşur? Ən böyüyü, düzdürmü? Ən böyüksün da 6-lar getdi. Bura baxıram, görürəm kiçikdir, 3-lər böyükdür. Bura baxıram, burada 2-dir, burada da 0-dir. Heç nə yoxsa deməli 0. Deməli, ən böyük nədir uşaqlar? Cavab C variantı. Keçirəm 81-ci suala. Deyir ki, düzgün kəsir. Düzgün kəsir olması üçün nə olmalıdır? Məxrəc böyük olmalıdır. 21 böyük olmalıdır, bərabər də ola bilməz. 21-dən 8 çıxıram, eləyir 13. 13-ü də 7-yə bölürəm, 1/7-də deməli 6. Deməli, A 1/7-də 6 kiçik nə var? Bir dənə 1 ədədi var, düzdürmü uşaqlar? Bir dənə 1 yerləşir də. 0 ola bilməz, bir dənə 1 var. A-nın hansı natural qiymətində? A-nın 1 qiymətində. Gəl yoxlayaq. A-nın yerinə 1 qoysam olacaq 21-də 15. Bəs 2 qoysaq olacaq 21-də 22. Həqiqətən də bu düzgün olmayan oldu. Deməli, cavab bir dənə 1, Y variantı. 83. Deyir ki, baxın, ümumi çevrə neçə dərəcədir? Çevrə 360 dərəcə olmalı, düzdür. Deməli, 80 verib, 120 verib, 100 verib. İndi burada neçə dərəcə çatışmır? Mən təqribə belə bir şey tikəcəm. Toplayıram. Yazıram 120 plus 80 plus 100. Mənə verəcək nə uşaqlar? Deməli 200, 300. 360-dan da 300 çıxan neçə dərəcə oldu? Deməli 60 dərəcə. İndi məndən soruşur ki, 4-cü qrupa bütün abituriyentlərin hansı hissəsi sənəd verib? Bura 60 dərəcədirsə, ümumi neçə dərəcədir? 360. 60-ı bölürəm 360-a, eləcək 6-da 1 hissəsi sənəd verib. Cavab B variantı. 85-ci sual. Bir fəhlə işi 8 saata görür, digəri isə 6 saata görür. Deməli, bərabərdir 1/x. Görək buna neçə saat işi görüb qutarır? 24-də əkub. Bu da elədi bizə 3 ilə 4, 7. Bərabərdir 1/x. Deməli, bunlar 1 saata 24-də 7 hissəsini gördü. Bəs 3 saata? Onda 3-ü vuraram 24-də 7-yə, olacaq nə? 8-də 7 görülüb. Baxın.
Görülüb. Bəs deyək, görülməmiş nə qədər qalar? 1-dən çıxaram 8-də 7-ni, bu da olacaq 8-də 8 çıxılsın 8-də 7, olacaq cavab 8-də 1 A variantı. 87-ci sual. Kəsrlərdən hansının surətinə 8, bilmirik də, hansının surətinə 8, məxrəcinə 12 əlavə etsək, onun qiyməti dəyişməz. Gəlin burada x bölü y yazaq, burada x bölü y yazaq. Biz bunu həll etsək bizə nə verər? Biz bunu həll etsək bizə nə verir? Əslində burada bir-bir yoxlayıb da qoya bilərik. Görün belə alınırmı? Çarpaz vursam olacaq x plus 8 vur y bərabərdir. X vur y plus 12. Bu olacaq x y plus 8 y bərabərdir. X y plus 12. X y-lər getdi. 8 y bərabər oldu 12x-ə. Hər tərəfi 4-ə bölsəm olacaq 2y bərabərdir 3x. Deməli, onda x bölü y nəyə bərabərdir? Y gətirəcəm bunun aşağısına, olacaq, bu da aparacaq bura. 2 bölünsün 3. X bölü y bərabərdir, 2 bölünsün 3, cavab B variantı. 89. Deyir ki, ABC müsbət ədədlərdir. A böyükdür, B böyükdür, C. Gəlin yerinə rəqəm qoyaq. Yazıram 2, 3, 4. Axı deyim müsbət ədədlərdir. İndi 1 böl A, 1 böl B, 1 böl C nə olacaq? 1 böl A, 1 böl 4, 1 böl 3, 1 böl 2 olacaq. Deyək, bunları müqayisə elə. Surətlər bərabərdirsə, məxrəci kiçik olan böyükdür. Deməli, 1 böl C böyükdür. 1 böl B-dən o da böyükdür, 1 böl A, yəni cavab C variantı. 91. Deyir, 0 tam %54 ədədinin 27-də 1 hissəsinin üzərinə 2 tam %98 əlavə etdikdə alınan ədəd tapın. Əlbəttə ki, mən bunu silirəm. İcazənizlə mən bunu silmək istəyirəm. Yazıram %54. Bununla bu gedir 2. Oldu mu %2? Bu da yazaq 2 tam %98. Gördüyünüz kimi oldu 2 tam %100. 2 tam %100 mənə nə verir? Uşaqlar 3 verir. Cavab oldu nə? Cavab olacaq. Deməli, Y variantı. Cavab Y variantı. 93. Deyir ki, ədədlərdən ən böyük ilə ən kiçiyin hasilinin, gəlin hamısını məxrəcin 16-ya gətirək. 16-ya gətirsəm, gördüyünüz kimi 2-də 1 16-ya gətirsəm, olacaq 16-da 8. Sonra 8-də 5-i 16-ya gətirsəm, məxrəci olacaq 16-da 10. 4-də 3-ü 16-ya gətirsəm, olacaq 16-da 12. 4-də 1-i 16-ya gətirsəm, olacaq 16-da 4. 16-da 11-də olduğu kimi qalacaq. Ən böyüyü hansıdır? 16-da 12. Ən kiçiyi hansıdır? 16-da 4. Deyir, ən böyük ilə ən kiçiyin hasilinin 16 misli. Aha, əla. 16, 16 getdi. 4 ilə bu getdi, qaldı 4. Bununla bu getdi, cavab oldu 3. Cavab A variantı. 95. Bir maşınla, deyir, bir maşınla qumu, deyir, bir maşınla qumu 8 saata, o biri ilə 9 saata daşımaq olar. Deməli, ümumi 70-də 17 saata, 17 işin 1 saata 70-də 17 hissəsi görüblər. Düzdürmü? Deyir, bəs 4 saat işləsələr hansı hissəsi daşınmamış qalar? 4 saat işləsələr, bu 1 saat olan işdə. 4 saat işləsələr, 4-ə vuraram, 70-də 17, bu da olacaq 18-də 17. Amma deyir ki, daşınmamış qalar. 1-dən çıxaram 18-də 17, bu daşınmışıdır. Biz daşınmışını tapışıq. Bizdən daşınmamışı soruşur. 18-də 18 çıxılsın, 18-də 17, cavab olacaq nə? 18-də 1. Yəni cavab D variantı. 97-ci sual. Birinci boru hovuzu, deməli, birinci boru hovuzu 5 saata, o biri isə 4 saata doldurur. Bu da olacaq nə? 20-də 9 bərabərdir 1 böl x. Boş hovuz neçə saata dolar? Neçə saatı soruşursa tərsini tapacağıq. Olacaq x bərabərdir 9-da 20. Yəni cavab 2 tam 9-da 2. Cavab C variantı. Keçirəm 99-a. Deyir 5 tam 32-də 17. Bax, buradan bərabərdir yazaq. Qəşək, buradan bərabərdir yazıram. Uşaqlar, gəlin
Elə 16 bir dəfəlik çevirək də məxrəci 32 eləyək. 32 isə yuxarı olacaq 14. Üstə gələnsin 2 tam 64-də 19. 32 də 64-də çevirsək 3 tam 64-də 2 bərabərdir. Bu bizə verəcək 1 tam 32-də 3. Bu bizə verəcək 5 tam 64-də deməli 21. 32 ilə məxrəcin 64-də tamamlayıram. Olacaq 6 tam 64-də 6-nın üstünə 20 gələndə 27. 6 tam 64-də 27. Cavab D variantı. Keçirəm 101-ə. Deyir 1 üstə gələnsin 2-də 1, bölünsün 1 çıxılsın 2-də 1. Gördüyünüz kimi uşaqlar davam edir belə. Məsəl sizin gördüyünüz kimidir. Uşaqlar mən nə edirəm? Mən bu birləri bilsinizə baxacağam. Məxrəci 2-dirsə 2-də 2 kimi baxıram. 4-dürsə 4-də 4 kimi baxıram. Deməli 5-dirsə buna 5-də 5 kimi baxıram. Baxın 5-də 5. Olacaq bu 2-də 2 ilə 2-də 1-in cəmi neçə eləyəcək? 2-də 3 bölünsün 2-də 1 4-də 5. Çünki 4 ilə 1-in cəmi axı 5 eləyir. Bölünsün 4-də 3. Burada isə çıxırıq. Baxın çıxırıq. Vurulsun 5-də 4 5-də 6. 5-də 5 ilə 5-də 1-in cəmi 5-də 6 elədi. Bərabərdir. Bu 2 ilə bu gedir. 4 ilə 4 gedir. 5 ilə 5 gedir. Qalacaq 3 böl 1 vurulsun 5 böl 3 vur 6 bölünsün 4. 3 ilə 3 gedir. 6 ilə 4 ikisi 2-yə bölündə burada 3 burada 2 qalır. Olacaq 15 bölünsün 2. Yəni 7 tam 2-də 1. Cavab C variantı. 103-cü sual. Ən böyük ilə ən kiçiyin hasilinin 49 misli tapın. Biz bayaq bunu aid elədik. Özünüz də bunu yaza bilərsiniz. Məxrəcləri nədir? Hamısını 28-ə gətirəcəyik. Olacaq 28-də 4 birinci. İkinci nə olacaq? Olacaq 28-də 22. 28-də 5 olduğu kimi qalır. 4-ə vururam. 28-də 24. Baxın. Baxın bu misalda. Bu da 28-də 19. Ən böyük ilə ən kiçik hansıdır? Ən böyüyü budur. Ən kiçik isə budur. Yazıram 28-də 24 vurulsun. 28-də 4 vur 49. Uşaqlar 4 ilə 28 gedir 7 qalır. 7 ilə 49 gedir 7 qalır. 7 ilə 28 gedir 4 qalır. 24 də 4-ə bölündə cavab neçə eləyəcək uşaqlar? 6 yəni cavab B variantı. 105-ci sual. Deyir ki fikir verin. 105-də deyir ki 4-cü gün baxın. Birinci gün 11-də 1-dir. 11-də 2 var. 11-də 3 var. 11-də 3 var. Düzdürmü? Biz bunları toplayıb üzərinə nə gəlməliyik ki, hamısı olsun 11-də 11. 1-in üstünə 2 gəlirəm 3. 3-ün üstünə 3 6. 6-ın üstünə 3 9. Deməli 9-un üzərinə gəlsəm 11-ə yer 2. Deməli bura nə imiş? 11-də 2 imiş. Deməli 5-ci gün 11-də 2 hissə var imiş. Bu tapdıq. Deyir ki, 4-cü gün 18 ədəd elektrik əşyası satılıb. 4-cü gün 11-də 3x bərabərdir. 11-də 3 səsi 18 dənə elektrik əşyasıymış. Onda 18-i 11-ə vurub 3-ə bölərəm. Olacaq 66. 66 dənə əşya var. 66 dənə əşya, deməli biz x-i tapdıq 66. Onda 11-də 2-yi nəyə vuraram uşaqlar? 66-ya. 66-ı 11-ə bölürəm. 6, 6-da 2-yə vuran neçə eləyəcək? 12. Elektrik əşyalarının 5-ci gün satılan elektrik əşyalarının sayı 12 ədəd imiş. Keçirəm 107-ci suala. Deyir ki, 6 dövrdə A bərabərdir 19 böl 3. Tapın. Uşaqlar, 6 dövrdə 6,9-da A deməkdir. Bu da 9-u 6-ya vurub, üzərinə A gələndə çeviri düzgün olmayan kəsirə, düzdürmü? Bərabərdir. Bu da eləsin 3-də 19. Gəlin çarpaz vuraq. Çarpaz vursaq nə olacaq? Olacaq 54 üstə gələnsin A vur 3 bərabərdir 19 vur 9. Burada hər tərəfi 3-ə bölsəm, burada 3 qalacaq. Yəni olacaq 54 plus A bərabərdir 57. Onda A nəyə bərabər imiş? 3-ə. 109. 7 tam 10-da 5 bölünsün. 3 tam 4-də 3
Çıx 9 bölünsün 4. Niyə 9 bölünsün? Çünki 2-də 3-ün kvadratı eləyəcək 4-də 9 bərabərdir. Bu da olacaq, mən də bunu yazıram, 10-da 75 kimi bölünsün. Bu da bizə 9-u 4-ə bölən neçə eləyir uşaqlar? 9-u 4-ə böləndə bizə nə verəcək? Qoy belə yazım ən yaxşısı. 3 tam 4-də 3 çıxılsın, 2 tam 4-də 1. 10-da 75 bölünsün, 1 tam 4-də 2 bərabərdir. 10-da 75 bölünsün, 4-də 6. 4-ü 1-ə vurub üzərinə 2 gəlirəm. 10-da 75 vurulsun, 6-da 4. 2-yə bölürəm 2, 3. 3-ə bölürəm 25. Deməli, 5-ə bölürəm 5, yox 5-ə bölürəm 2. 2 ilə də 2 getdi, cavab olduğundan uşaqlar 5. İfadənin qiyməti 109-cu misalda cavab oldu 5. 111. Bir dəfəlik yazaq. 9-da 2, bilirsiniz də bu 11-i görürük də. 9-da 2 deməkdir, 9-da 3 deməkdir, 9-da 4 deməkdir. Vur x bərabərdir y. Bu bizə verəcək 9-da 9. Vur x bərabərdir. Deməli, olacaq x bərabərdir elə y-ə. X y-ə bərabərdirsə, onda x plus 3y böl x-də olacaq x üstə gəlsin. 3x böl x. Cavab olacaq nə uşaqlar? 4. 113. Deyir, A bərabərdir 9-da 3, yəni 3-də 1-ə. B bərabərdir 9-da 6, yəni 3-də 2-yə. Deyir, 2 üstə gəlsin A bölünsün, B çıxılsın, 2-də 1-i tap. 2 üstə gəlsin A nə deməkdir? Yerinə qoyuram qiymətləri 3-də 1, 3-də 2 çıxılsın, 2-də 1 bərabərdir. 2-nin üstünə 3-də 1 gəlin neçə uşaqlar? 2 tam 3-də 1 edir, düzdürmü? Bölünsün. Burada isə ortaq məxrəc. Burada 2-yə vururam. Burada isə 3-ə vururam. Olacaq 6-da 4 çıxılsın, 6-da 3. Yəni 6-da 1. Bu da düzgün olmayan kəsə çevirsəm, 3-də 7 vurulsun, 6-da 1-i tərsinə çevirsəm, olacaq deməli 6 bölünsün 1. 3-dən 6 edir, 2 qalır. 7-də 2 vurulun cavabı neçə eləyəcək? 14. Keçirəm 115-ci sualı. Ən böyük 2 rəqəmli ədədlə məxrəci 33 olan ən böyük 2 rəqəmli ədəd nədir uşaqlar? 99. Məxrəci 33 olan ən böyük düzgün kəsir. Məxrəci 33 olan ən böyük düzgün kəsir 33-də 32-dir. Hasilini tapın. Burada 3 qalır. 3-ü də 32-yə vuran cavab neçə eləyəcək? 96. 117. Məxrəci 18 olan deməli, uşaqlar 3-də 1 ilə 2-də 1 arasında deyirsə, onda birinci elə hər tərəfi 18-ə gətirərəm. Bu da 18, 9 olur. Deyir ki, məxrəci 18 olan aralığında gəlişən adi kəsirin surətləri cəmini tapın. 18-də 6-dan sonra nə gəlir? 18-də 7, bir də 18-də 8. Deyir, surətləri cəmi. Surətləri cəmi nəyə bərabərdir? 15-ə. Cavab 15. Kəsir demir də, surətləri deyir. Ona görə. Keçirəm 119-a. 4-də 1-i ilə 9-da 4-ünün cəmi 25-ə bərabər olan ədədin. Birinci bu tapaq. Olacaq 36-da 25x bərabərdir 25. X də bərabərdir. 36-nı 25-ə vurub 25-ə bölərəm. Getdi, cavab oldu 36. X 36 oldu. Deyir, bu ədədin 4-də 1-ini tap. 36-nın 4-də 1-i cavab neçə eləyəcək uşaqlar? 9. 121-ci sual. Deyir, 64 üstə gəlilsin n-in kvadratı böl n-in kvadratı tam ədəd edən natural n-lərin cəmini tapın. Birinci 64-ü bölərəm n-in kvadratına plus 1 bərabərdir. N-in kvadratını da uşaqları niyə plus 1 yazdım onu deyim. N kvadratı böl n kvadratı bizə nə verir? Bizə verir 1-i. Ona görə 64 böl n-in kvadratı üstə gəlilsin 1. N-lərin yerinə qoyaq natural olsun. 1 qoysam olacaq alınır. Olacaq 64, üstə gəlir 1, 65. 2 qoysam 2-nin kvadratı 4 eləyir. 64-ü 4-ə bölüb üzərinə 1 gələndə 17 eləyir. 3 qoysam 3-ün 64 9-a bölünmür. Axı deyir tam ədəd olsun ifadənin qiyməti. 4 qoyuram yerinə. Bax yenə deyirəm 3 qoysam burada 9 olur. 64 9-a bölünmür. Ona görə bu düzgün deyil. 4 qoyuram. 64 bölünsün 16 plus 1. Bu da elədir 5. Başqa bölündüyü bir ədəd varmı? Var. 8-i qoysaq nə olacaq? Olacaq 64 bölünsün 64 plus 1. Yəni cavab 2.
Bizdən soruşur n-lərin hasillərini tapın. N-ləri 1, 2, 4, 8 tapmışam. Bu da olacaq 8 dəfə 8, 64. Keçirəm 123-cü sualı. Deyir ki, 5n çıxılsın 4. Düzgün kəsir olması üçün, bunun düzgün kəsir olması üçün nə olmalıdır? Məxrəc böyük olmalıdır. 5n çıxılsın 4-dən. 2-ni saxlayıram, 5-ni gətirirəm yanına. Mənfi 4 çıx 13. Bu da olacaq mənfi 3n bərabərdir mənfi 17. N də bərabərdir 17 böl 3. Deməli, biz n-in qiymətini tapdıq. Üzr istəyirəm, burada bərabər işarəsini qoymamışam. Aha. Onda mənfiyə bölənə nə edir işarə? Dəyişməlidir. Uşaqlar, 17 3-ə böləndə yiyəcək 5/3-də 2. Deməli, 5/3-də 2-dən kiçik ədədlər hansılardır? 1, 2, 3, 4, 5. Bizə nə deyir? Aldığı qiymətlərin, n-in ala biləcəyi qiymətlərin kəsirinin, aldığı natural qiymətlərin cəmini tapın. 1-in üstünə 2, 3, 3-ün üstünə 3, 6, 10, 15. Deməli, cavab oldu nə uşaqlar? 15. 123-cü sualda. 125-ci sual. Əvvəlcə səbətdən, bilmirəm, səbətdə x qədər alma var idi. Birinci 6-dan alma götürdülər. Sonra qalan almalar nə qədərdir uşaqlar? Yox, birinci 6-sını götürdülər. Sonra qalan alma oldu, x çıx 6-sını götürdülər. X çıx 6 oldu da qalan alma, düzdürmü? Deyir, qalan almaların sayının 1/3 qədər alma götürdülər. Sonra daha da 6 alma götürdülər. Əvvəlcə deyir ki, daha sonra almaların yarısı qədər alma qaldı. Yəni bunların cəmi, bunların cəmi 6 üstə gəlsin. X çıxılsın 6 vurulsun 1/3 plus 6. Deyir, almaların yarısı qədəri qalıbsa, deməli yarısı qədər də nə olub? İşlənib, götürüblər. Olacaq 6-nın 6-nın cəmi 12. 12 üstə gəlsin. X çıx 6 böl 3 bərabərdir x böl 2. Ortaq məxrəc hər tərəfi 6-dır. Yazıram 12 bölünsün 6. 6-ya vururam. Üstə gəlsin 6-ya vururam 18. 6 vur x çıx 6. Bu da vururam nəyə uşaqlar? 3-ə. Bir dəqiqə. Mən məxrəci burada niyə 6 elədim? Hər tərəfi gəlin 2-yə vuruq, düzdürmü? 2-yə vuruq. Burada isə nəyə vuraq? 3-ə vuraq. 3x böl 6. 6-lar getdi. Qaldı 72 üstə gəlsin. 2x çıx 12 bərabərdir 3x. X də bərabərdir 60. Cavabı tapdıq 60 125-ci sualda. Əvvəlcə nə qədər alma var idi? 60 dənə alma var idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.